Azadlıqda. Çox sağ ol. Çox sağ ol. Hamımızın gözü aydın. Çox sağ ol. Çox sağ ol. Çox sağ ol. Tanınmış jurnalist və Xural Media Yayımları evinin rəhbəri Əvəz Zeynallının azadlığa buraxılmasından sonra hüquq müdafiəçiləri, media nümayəndələri, ziyalılar və ictimai siyasi xadimlər Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür müraciəti ünvanlayıblar. Bir neçə gün öncə həmin şəxslər Prezidentə müraciət edərək Əvəz Zeynallının həbsxanada ağır xəstəliyə tutulduğunu, sağlamlığının kritik vəziyyətdə olduğunu və humanist prinsiplərə əsaslanaraq azadlığa buraxılmasının vacibliyini qeyd etmişdilər. Çox ağır bir diaqnoz var. Çox ağır bir diaqnoz var. Ağrılarım var, müəyyən. Bu çağırışa çevik və müsbət reaksiya verən ölkə başçısının qərarı nəticəsində Əvəz Zeynallı artıq azadlıqdadır. Bu səbəbdən müraciət müəllifləri bir daha prezidentə təşəkkürlərini ifadə ediblər. Təşəkkür müraciətində deyilir: hüquq müdafiəçiləri, ziyalılar, media nümayəndələri, ictimai təşkilat rəhbərlərinin ünvanladığı müraciətə kifayət qədər çevik və müsbət cavab verildiyi üçün sizə dərin minnətdarlığımızı bildiririk. Dünyada baş alıb gedən xaotik proseslər fonunda xalqımızın milli həmrəyliyə çox ehtiyacı olduğu dövrdə atdığınız bu humanist addım dövlətimizə əminliyinizi bir daha təsdiqləmişdir. Müraciət müəllifləri ümid edirlər ki, bu cür humanist yanaşmaların davamlı xarakter alması cəmiyyətin dövlətə olan inamını daha da möhkəmləndirəcək.